Salam. Bəzən həyat elə tələsir ki, nəfəs almağa belə vaxt qalmır. Amma elə anlar olur ki, sadəcə dayanıb biraz azadlıq axtarırsan. Məhz o anlarda velosiped sürmək sanki ruhuna qanad açmaq kimidir. Pedal döndükcə hər addımda yükündən azacıq azad olursan. Şəhərin səs-küyü arxada qalır. Dərin nəfəs alırsan. Həyatın səsini dinləyirsən. Bu anlarda hər şey aydınlaşır. Düşüncələr sakitləşir. Mən indi Bakının 28 may qəsəbəsindəyəm. Burada, bu küçələrdə pedal çevirərkən hiss edirəm ki, hər bir addım mənim üçün biraz da irəli addımdır. Həm şəhərin ritminə, həm də öz içimə. Burada insan həyatının, ümidlərin, sevinclərin və bəlkə də gizli kədərin hekayəsi var. Velosiped sürmək bu təkcə idman deyil. Bu yaşamaq, nəfəs almaq, yenidən doğulmaqdır. Gəlin, hərəkətdə olaq. Öz azadlığımızı tapmaq üçün pedal çevirək. Çünki həyat hər pedalın altında gizlənib. Və bəzən düşünürsən, bəlkə də elə həyat budur. Nə qədər sürsən də, hər şey sənin baxışınla dəyişir. Sürət vacib deyil, əsas olan o anı hiss etməkdir. Təkərlər fırlanır, zaman keçir. Amma o an sənin azadlığındır. Təkcə yol deyil, özünü tapdığın səssiz bir səyahətdir. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Ümidvaram videonu bəyənib məni də izləməyə alarsınız. Sağ olun.